Maksud Adıgözəlov Sabahın prezidenti Bakalım normal normal gedirsin. yeni müsahibəsində bildirib ki, Belə duram. mən nə Əliyar Ağayevi görmüşəm, nə başqalarını görmüşəm, nə ona təzyiq eləmişəm, nə onunla söhbətim olub. Yəni necə ola bilər də, yəni belə bir çıxış, belə bir fikir. Halbuki Neftçi Sabah oyunundan sonra mediada yazıldı ki, Maksud Adıgözəlov Əliyarın üzərinə şığıyıb, səni futboldan rədd eləyəcəm, səni futboldan uzaqlaşdıracam. Elə yazmışdılar. Elə yazmışlar da. Mən də oxudum, təəccübləndim çünki mən Maksudu şəxsən tanıyan adamam. Mən nə adamam. Əliyar Ağayevi görmüşəm, nə başqalarını görmüşəm, nə ona yaxınlaşmışam. Mənim heç ümumiyyətlə ona etirazım yoxdur. Mənim etirazım, bizim Sabah olaraq etirazımız var otağında əyləşənlərə idi ki, nəyə görə Əliyarı çağırmadılar. Əliyar mən yaxşı hakimlərimizdən də başlayıb bəy tərifinə. Yəni bu 2-3 gün ərzində niyə fikirlər belə dəyişsin? Əvvəlcə bu formada, daha sonra bu formada. Bilmirəm, valla bilmirəm. Mən yenə deyirəm, mən Maksudu şəxsən tanıyıram. Yəni tanıyıram deyəndə bir yerdə bu KVN oynayanda, yəni köməklik eləyirdim onlara. Yəni mən İki turda Əliyar Ağayev oyunlara təyinat almır ha. Mədəniyyətdən başqa Maksud tərəfdən heç nə görməmişəm. Yəni çox mədəni insandır. Yəni mən inanmıram ki, yəni sən vurmadın, mən yıxılmadım. Bəs Əliyar Ağayev niyə 2 oyunda təyinat alır? Bilmirəm, valla bilmirəm. Əliyar Ağayevlik orada nə var? 2 oyunda yoxdur. Yoxdur. Baş hakimin səhvi ola bilər, normal bir şeydir. Düzdür? Bütün hakimlər səhv edir. Tebleker də bildirib. Yəni 140 oyunda hardasa neçə deyir var müraciət olub, müdaxiləsi olub. Yəni bu da çox yaxşı bir göstəricidir. Hardasa bir 30 neçə var müdaxiləsi olub da. Az olub da yəni. Yəni az olub. Yəni Əliyar Ağayev orada qırmızı vərəqə və yaxud ümumiyyətlə penalti qərarı verməyibsə, bu onun o demək deyil ki, bilərəkdən eləməyib və yaxud qərəzlidir. VAR çağırmalıydı. Hə, VAR-da əyləşənlərin günahıdır. Amma Əliyar Ağayevə qarşı birbaşa olaraq ittiham irəli sürmək ki, mən səni futboldan uzaqlaşdıracağam və 2 oyunda Əliyar Ağayev təyinat almır. Və nəzərə alsaq ki, Əliyar Ağayev Azərbaycanın Avropadakı ən öndə gedən referisidir də hal-hazırda. Nömrəsidir də demək. Bir nömrə odur. Yəni biz əlimizdən gələni eləməliyik ki, bu adamı Avropa çempionatına göndərək. Elə oyunlara çağırılır ki, UEFA-dan bir dənə görsən elə Atveçinin oyunları olur ki. Yunanistan oyunlarına. Yunanistanda Avrokuboklara, konferans UEFA Avropa Liqası. Hamısında var. Yəni deməyim nədir? Əgər Maksud Adıgözəlovun və Sabahın etirazı sırf Əliyar Ağayevi olmayıbsa, onu təhdid eləməyiblərsə, yaxşı deyir, mən vurmadım, sən yıxılmadın. Əliyar niyə 2 oyunda təyinat almır? Əliyarın səhvi var idi. Səhvi var idi. Amma əsas səhv vardı oturanların idi. Hamıda var səhv. Hamıda var səhv.